Bəy yazır ki, qardaş bəlkə də elə din onlar deyən də sən deyən deyil. Çünki sən ərəbcə çox zəif bilə-bilə Quran kimi qədim əlyazmalara, akademik səviyyədə olan tərcümələrə necə yalandı deyirsən. Allah sizdən razı olsun belə bir fikirlərlə qeyd edirsiniz, amma burada biraz bilmədən danışırsınız. Mənlə oturub söhbət eləməmisiniz, mənim dil səviyyəmi, din səviyyəmi bilmirsiniz və yaxud da mənim müəllimim deyilsiniz ki, durub bunları müzakirə eləyəsiniz. Amma bu dediyiniz ittihamdır. İttiham olsa belə mən sizə yenə də sayğı ilə, hörmətlə yanaşıram. Sonra baxın, acı sizə bir misal deyəcəm. Bəqərə surəsinin 189-cu ayəsində tərcüməsini oxuyuram sizə. Baxın, bu əlimdəki tərcümə dini komitə tərəfindən hədiyyə olaraq paylanan, yenidən işlənmiş 17-ci nəşr. Hələ bu yenidən işlənmiş 17-ci nəşridir. Ziya Bünyadovla Vasim Məmmədəliyev. Məsləhətçi redaktor kimdir? Şeyxülislam Allahgür Hacı Paşazadə. Acı bir tərcüməni qeyd edəcəm. Yazılar ya Rəsulum. Ayədə ya Rəsulum sözü yoxdur. Mötərizədə yazılıbdır. Yeni doğan aylar, yenə mötərizədə hilal deyə yazılıbdır. Barəsində səndən sual elədikdə söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Sonra evlərinizə arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız. Məsələn, fikirləşin. Evlərə arxadan girmək deyir yaxşı iş deyil. Evinizə bu günə qədər kim arxadan girir? Həyət evində olanlar arxadan girdiyinə görə qınanıb bunun problemi yaşayır. Yoxsa ərəblərin özlərində evlərinin arxa tərəfi də var idi. Məsələn, bu günlərin bilirsiniz ki, İngiltərədə və yaxud da Amerikada həyət evi olanda arxa tərəflərində balaca bir bağça olur, bağları olur. Oranın girişi ola bilir. O zaman bizim Azərbaycanlılara aid deyil, mövcud olan ingilislərin və yaxud da Amerikanların yaşayış tərzi ilə bağlı bir məsələ deyilmək. Beləmi başa düşəcək? Mədinədən biz Yordaniya sərhədinə yaxın bir bölgə var. Əl-Ulə adlandırılan bir şəhərləri var. Həmin şəhərdə də UNESCO tərəfindən qorunan 9-cu əsr aid olan bir yer var. Mən orada da getmişdim. Onların şəkillərini də çəkmişdim hətta. Orada arxa qapı deyilən bir anlayış yox idi. Yəni və yaxud da bu mənə nə deməlidir? Baxın, acı tərcüməni oxuyuram. Deyir evlərinizə hələ mötərizə də açıbdılar. Cahiliyyət dövründə olduğu kimi arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş çəkinən kimsənin əməlidir. Deyirdi ki, elə yaxşı iş arxa tərəfdən girmək deyil, qabaq tərəfdən girmək. Yəni bununla bağlı da sonra rəvayətlər uydurubdular. Heç demə İslamın gəlişindən əvvəl insanlar evlərinə arxa tərəfdən girirdilər. Yaxud da bu insanlar həccə gedib gəlirdilər, umrəyə gedib gəlirdilər. Gələndən sonra arxa tərəfdən evlərinə girirdilər. Yəni bu evlərə girmək sözü ola bilər. Belə bir ifadə var, mənim gözüm səndən su içmir ifadəsi. Yəni bu həqiqətən insanın gözünün su içməsi mənasına mı gəlir? Yəni bunun akademikləri və yaxud da böyük ərəb şünaslarının elədikləri tərcümə bundan artıq deyildir. Özünüz açın baxın. Yəni mən nə deyim axı?